iki dili müqayisə edirəm, amma Rus dilində 10 minlərlə bizim sözümüz var. Ayaz o danışdığı Rus dilində nə qədər bizim sözümüzü işlətdiyini bilmir. Məsəl üçün, rastlaşları soruşun, deyin, müəllim, o dengi nə deməkdir? Ən çox işlənən sözləri deyirəm. Deyəcək dengidir. Deyəsən, yox, o bizim təngə sözümüzdür. Qazaxlar bugün də pulu təngə deyir. Deyəsən, Ayaz bəy, tavar iş nə deməkdir? Hər gün işlədirsin. Yenə fikirləşəcək. Başa salarsan ki, tavar işi deməkdir. Mal ortağı, dost. Bizim sözdarlıqlar. Və minlərlə belə gündə işlətdikləri söz bizim sözlərdə ən aksım işlənən sözdür. Bunu Ayaz bilmir. Amma Ayazı da çox üstünə getmək lazımdır. Çünki Ayaz qiymətli, ziyalıdır, çox intellektual, aydındır.